Salam dəyərli izləyicilər, əziz tələbələr və şagirdlər. Bugün sizinlə riyaziyyat sevirlər rubrikasında yenidən görüşürük və sizə maraqlı məsələlər və təhlillər həll edəcəm. Məsələ 1. 5 oğlan və 4 qız 9 nəfərlik yerdə oturmaq istəyir. Belə ki, hər qız 2 oğlanın arasında olsun. Bunu neçə üsulla etmək olar? Həlli. Əvvəlcə həndəsi təsvirini verək. 9 yerdə 9 qızın oturmasını göstərək. Fərz eləyək ki, simvolik olaraq oğlanları işarə eləyək bu cürə və deyək ki, qızları işarə eləyək digər rənglə, bu da olsun qızlar. Və oturma qaydasını oğlan və qız olmalıdır. İki oğlanın arasında bir. Oğlanlar əvvəlcə göstərəm. Bu bir yer oğlanlar üçün olan yer, oğlan, oğlan. Göründüyü kimi saydan bir 5 oğlandır. Ona görə də 5 oğlan qeyd edirik burada. 4. Bu da 5. Və qızlar. Simvolik olaraq belə işarə eləyək ki, məsələnin əyanəliyi artsın. Və burada nömrələyirəm. Birinci oğlan, ikinci qız, üçüncü oğlan, dördüncü qız, beşinci oğlan, altıncı qız, yedinci oğlan, səkkizinci qız, dokuzuncu oğlan. Yer dəyişmələr. 2 oğlan, 1 qız, 2 oğlan, 1 qız. Buradan görünür ki, tək nömrələrdə, oğlanlar yer dəyişir. Tək nömrələr 1, 3, 5, 7, 9. Cəmi 5 saydadır. Qızların yer dəyişməsi 2, 4, cüt yerlərdə 6, 8. Bunların da sayı 4'dür. Onda nizamlı permütasiyadan istifadə etmək olar. Pn bərabərdir n faktorial. Qızların yer dəyişməsi sayı P4, çünki say 4'dür burada. 4 faktorial, bu da bərabərdir 24. Oğlanların yer dəyişməsi 5 oğlandır, 5 yerdə. Oğlanlar oğlanlarla yerini dəyişə bilər, qızlar qızlarla. Bu da olur 5 faktorial, bərabərdir 120. Vurma prinsipinə görə ümumi yer dəyişmələr sayı P4 vuraq P5, bu da bərabərdir 24 vuraq 120, 2880.